Anacan, bəs çörək nə vaxt hazır olacaq? Səbirli ol kızım, birazdan hazır eləyəcəm. Üzülü kaldı. Kaldır üzülü. Hay Allah. Mənim o vaxt 9 yaşım var idi. Xocalı faciəsi olan günü ailəmizin hamımız bir yerdə evimizdəydik. Saat 11 radələr olardı. Atışma düşdü. Biz onda həyata atam sığınacaq yer düzəltdirmişdi. Elə böyük atışmalar olanda biz həmişə aparıb ora sığınacağa yığırdı ki, atışma kəsəndən sonra qayıdaq evimizə. O dediyim zirzəmi bu evimizin yanında bax oradadır. İndi həmən zirzəmidən əsər əlamət yoxdur. O zirzəminin üstünə atam o qədər betonlar yığmışdı ki, nəsə düşüb eləsə heç nə olmasın, amma ondan heç nə yoxdur. Yazıq evimiz indi nə günə qalıb. İndi viran olub hər tərəf. Evimizin divarları sadəcə qalıb, bir dənə olmaq. Atam bizi yığdı həmən yerə. Orada indi bir saat yarım keçəndən sonra da biz bilmirdik. Ora o qədər üstünü örtmüşdü ki, nəsə bir şey düşəndə çox təsir eləməsin. O səsi içəri biz eşitməmişik içəridə. Bizim qonşular vardı, Mesxeti türkləri. Oradan bir gəlin gəldi. Hətta o qonşular da gəlirdi ora sığınacağa. Gəlin gəldi ki, bəs bizimkilərin öldürdüklərini öldürdülər, qalanı da əsir götürdülər. Da onda biz bir vaxt çıxdıq çölə ki, yəni bütün hər tərəf deyirsən ki, bəs çılçıraqdır da, o dərəcədə hər tərəfli güllə yağırdı. O ailədən bugün də bir xəbər yoxdur. Bilmirik, itkindir, yoxsa elə ailəlicəm. 6 nəfərdən hələ də bir məlumat yoxdur onlar barədə. Atam məndən böyük olan bacıma dedi ki, bacının əlindən tut, qaç kəndin ortasına. Ki onlar da çalışırdılar ki, bibimi gətirələr. Eləliklə biz qaçdıq kəndin ortasına, gəldik ki, bütün kəndin əhalisi hamısı oradadır. Birləşdik də, el oldu ki, dedilər ki, da bundan başqa yol yoxdur, hərə bir tərəfə üst tutsun. Biz üst tutduq Qarqar çayına. Qarqar çayından keçdik, bacım mən aldı kürəyinə. Yəni həmişə deyirəm ki, birinci Allah, ikinci elə bir ki, o həyatımı bacım veribdi. Da elə bir suya girdik, keçdik qarın içində də. İnanın ki, ayaqlarımız o qədər buz bağlamışdı. Topa buzlar var idi. Qara salıb çıxardırdım, buz nətər kəsirdisə deyirdin ki, üşüşəklə doğrayıblar o vəziyyətdə. Biz gəldik meşəyə. Meşədə o qədər yol gəzdik ki, yolu tapa bilmirdik. Da günlər keçmişdi, mən ağlayırdım ki, mənə çörək verin. Atam deyirdi ki, ağlama ki, ağlayanda uşaqların səsinə gəlirdilər. Ya əsir götürürdülər, ya girov götürürdülər. Ağdama çatanda sənə çörək alacağım. Elə günlərlə meşədə gəzəndən sonra atışma oldu. O atışmada biz elə ki, hərə bir tərəfə dağıldı. Kəndin qırağından keçəndə bizə əmr elədilər ki, durun. Biz durduq. Da mən də uşağım. Yaxınlaşdılar, dedi ki, əllərinizi qaldırın. Mən qaldıra bilmədim, qorxudan nə qədər elədimsə qalxmadı qolum. Ermənilər gəldi, onu avtomatla qaldırdılar. Atam bir elə yalvardı ki, boşduyum, məni aparın, öldürün, amma bunlar qadınlara deyilməm.
bizi gətirdilər tövləyə. Elə bizim ən yaxşı günlərimiz o meşədə gəzməyimiz imiş. Biz gətirəndən sonra o işgəncələr olmadı ki, onu bizə verməyələr. İşıq yox, hər tərəf qaranlıq. Burada gəlmişəm, inanın ki, həmən o ağrının acını mən yaşayıram. Qorxu, uşaqların iniltisi, sızıltısı, döyülən adamların ağrılarının o sızıltısı, hamısı qulaqlarımdadır bu gün. Yəni, elə bilirəm ki, elə həmən 92-ci ildə, həmən fevral ayıdır. Qardaşımın yoldaşı 8 aylıq hamilə idi, o güllələndi. Atam, bacısı, kişilər sırayla yığırdılar atamda. Onların içində döyürdülər. Yekə-yekə ağaçlarla, avtomatla. Atamı yəni avtomatla nətər vurmuşdularsa, dişlərinin kəlfətindən çəkmişdilər. Qabırğalarını sındırmışdılar, gözünün altına vurmuşdular. Nalayıq sözlər deyirdilər, hamısı erməni dilində, bilmirdin ki, nə deyirlər, nə danışırlar. Bax, belə gəlirdilər, oradan baxırdılar. Elə bil ki, zooparka heyvan yığıblar, elə gəlib baxıb bizə gülürdülər. Ermənilərin qadınlar, uşaqları ilə baxırdılar. Uşağın əlinə tüfəngi verirdilər, qorxuzmaq üçün. Tüfəngi tuturdular biz tərəfə, o bir heylə millət hamısı bu tərəfə aşırdı, bir uşağın əlində tüfəngi olmasın, bu tərəfə aşırdı. Yəni onların hamısını mən yaşamışam, mən görmüşəm. Bu tövlədə 7 nəfər seçdilər bizim içimizdən, hamısı cavan oğlanlar. Apardılar onları. Gətirdilər, sonra onların papağı ilə bizim yanımızda, gözümüzün qabağında top oynayırdılar ki, biz onların başını kəsmişik. Yəni, mənim oğlum nətər döymüşdülərsə, qolları qırıq-qırıq idi, bacım yaylığını çıxardı, onun qollarını belə bağlamışdı. Onun hamısı mənim elə gözlərimin qarşısında. Onu da bugün də hələm xəbər yoxdur ki, öldüsü, qaldısı, hələ də bir xəbər yoxdur. Elə şeylər olub ki, uşağın alın hissəsini soyub ona baxırlar ki, görək neçə dəqiqəyə, neçə saniyə ölüb. Mən ağlayırdım ki, mənə çörək ver, gəlib təpiklə vururdu, deyirdi yoxdur. Yəni uşaqlara, qadınlara onlar əllərindən gələn o pisliklərin hamısını yaşadırdılar. Uşaq demirdilər, qadın demirdilər. Atam deyir, məni əskərəndə çıxardıb çölüzə aparanda deyir ki, baxdıq ki, birinin üstünə yıxılıb başını kəssinlər. Deyir, üzüm yuyulan yerdə bir belə balaca bir çala yerdə su var idi. Deyir, mən orada su görmədim. Qandan başqa su yox idi. Mənim anamın ayaqları lap pis vəziyyətdə idi. Bu gün də hələ də 33 il keçməsinə baxmayaraq hələ də ayaqlarının yarası işləyir, atamın da, anamın da. Don vurmadan hamımızın ayağı kəsildi. Hamımız 5 nəfər. 3 bacı, bir də atam, anam, 2-ci qrup həllilik. Bu 30 neçə ilin içində hələ biz ayaqdan corab çıxdı, deyilən nəsə yoxdur, olmuyor, yaydıdır. Bir həftəyə yaxın qaldıq əsir. Bir həftədən sonra Allahverdi Bağırov, milli qəhrəmanımız, Allah rəhmət eləsin, o bizi qutardı əsirlikdən, yəni bizlə bərabər Xocalılarda. Gətirdilər bizə
Əsgəranın yolu var idi o vaxt. Orada əsir dəyişdirdilər, apardılar. Heç bilinmirdi ki, hara aparırlar. Elə bil ki, ağlında bir şey qurur ki, yəqin öldürməyə aparırlar, işgəncə verməyə aparırlar. Gətirdilər bizi maşından tökəndə dedilər ki, yəni gətirmişik sizi dəyişdirmək. Hələ də bilmirəm, o çəkilişdə yəqin ki, baxmısınız. Mən hələ də öz adamlarımıza qorxu ilə baxıram. İnanmıram ki, biz əsirlikdən çıxmışıq ki, bizi gətiriblər. Adın nədir? Ləfqan. Ləfqan, hardansan sən? Hansı kənddənsən? Daşbaqdan gəlmişik. Necə oldu, niyə gəldiniz? Niyə çıxdınız kənddən? Ermənilər qovdu. Qovdu. Ləfqan, ayağına nə olub qızım? Meşədə qaçan oldu. Nə oldu ayağına? 3 günlük qarın içində qaldım. Buzdadır, hə, ayağın. İndi necəsən, Ləfqan? Yaxşı. Ay, sağ ol. Böyük qız olasın, Ləfqan. Xocalı faciəsi mənim ilk öncə uşaqlığım əlimdən aldı. Yəni, əziz bildiyim insanları əlimdən aldı. Xocalı faciəsi mənim adımı əlimdən aldı, Ləfqanım adını. Çünki mən o adla, nənəmin adı ilə yaşayırdım. Amma biz Bakıda xəstəxanada yatanda bizi bir həkim gəldi, əlində Nərgiz gülü gətirdi, dedi ki, elə bugündən də sənin adını qoyuram Nərgiz. Sonra mən atama dedim ki, mən istəyirəm ki, mənim adım dəyişilsin. Elə ondan sonra da sənədlə mənim adımı dəyişdilər, oldu Nərgiz. Amma belə çəkilişlərdən Ləfqanım kimi tanıyırlar, bilirlər. Heç uşaqlıq nə olduğunu biz bilmədik. Yəni, adətən uşaqlar oynayar, bir yerə yığılar. Amma bizdə o qədər güllə atışma olurdu ki, biz ancaq ondan qorunurduq. Qorxu var idi da içimizdə ki, ermənilər bu dəqiqə atar, ermənilər oradan atar. Mən uşaqlıq yaşamadım. Yəni, uşaqlıq nə deməkdir, biz onu bilmədik. Nəinki uşaqlığım, heç gəncliyimi də elə yaşamamışam. O travmayla yəni alınmır da ki, nəsə yaşayasın. Özümü yarımçıq insan hiss edirəm ona görə. Elə ki, o uşaqlıqda aldığım travmayla yaşayıram. Mən qaranlıq olsun, o evdə qala bilmərəm. Evdə, ailədə kimsə harasa gedəndə mən o evdə tək qala bilmərəm. Yəni, o qorxu, o travma hələ də məndə gedir. Yuxuda oğlumun əsir düşməsini gördüm. Yuxuda gördüm ki, əsir götürürlər. Səhər-səhər durdum ki, mən bütün ağ sistem hamısı qorxudan yara töküldü. Çünki onu özüm yaşamışam, özüm bilirəm. Ona görə çox qorxmuşdum. Xocalıda elə qızlarımız, elə qadınlarımız olur ki, yəni ailə, uşaq, ailə qurmaq, yəni uşaq dünyaya gətirmək, o işlərdən hamısı məhrum olubdur. Yəni, ermənilər o insanlara o qədər travma yaşadıb ki, işgəncələr verib ki, yəni o işlərdən hamısı kənar olubdur. Çoxu ailə qura bilməyib, çoxu evlad sahibi ola bilməyib, sevməyiblər, sevinməyiblər. Müharibədə qadın olmaq çox çətindir. Çünki düşünürük ki, yəni müharibəni ən əsası kişilər aparır, amma onun ağırlığının bir tərəfdə qadınlarda olur ki, o ağırlığın hamısını əksər vaxtı qadınlar çəkir. Xocalıda elə bir insan yoxdur ki, ona zülm edilməyə. Elə bir ailə yoxdur ki, onun o faciəni yaşamayan. O bütün əzab əziyyətini gözləri ilə görməkdir. Şəxsən mən onun hamısını yaşamışam, onların hamısını bilirəm. Onların hamısı mənim 9 yaşında beynimə həkk olubdur. Yəni, o ağırlıqların hamısını mən, kiçik yaşda olsam da, həmən vaxtı o ağırlığın hamısını mən çəkmişəm.
Xocalı faciəsi Xocalıların bir yerdə olub bir-birinin gözünə baxmadan ağlaması demək. O qaranlıq günlər məni uda bilmədi. Udmadı. Çünki mən o qaranlığa qalib gəldim. Mən işığa gəldim. İndi o körpələrin gülüşü mənim işığımdır. Qoy onların üzünə heç vaxt qaranlıq düşməsin.